Siz hələ də çiy balıq sınamamısınız? Sınamamısınızsa sınamağa tələsin, çünki bu çox dadlı bir şeydir. BBC-nin balası ilə nə yaxşı ki, ağız dadları birdir. Dadlı nəsə istəyəndə ağlımıza ilk sushi rollar gəlir. Bu dəfə fərqli məkan seçdik, yeni açılmış Sushi Club-a yollandıq. Həm qızıl balıq, həm tunanın saşimisini sifariş etdik. Çox qalın və dadlı tikələr idi. Xüsusilə qızıl balıqlı saşimini çox bəyənirəm. Rollara gəldikdə isə rolların həcmi böyük, içi də bol, düyüsü də nazik idi, tam bizim sevdiyimiz kimi. Dadlıydılar, sushi rollar sevirsinizsə bunları da sınaya bilərsiniz. Məkanda mənim ən bəyəndiyim isə məhz bu tom yam şorbası oldu. O qədər bol idi ki, dadı o qədər belə vurğulu idi ki, çox bəyəndim. Yəni sırf buna görə məkana getməyə dəyər. Əgər dəniz məhsullarını sevirsinizsə sınayın. Tempura krevetkaları isə heç cür korlamaq mümkün deyil deyə düşünürəm. Buradakı da ləzzətli idi və əsas odur ki, xırçıltılı idi. Ortaya çərəz olaraq nəsə sifariş etmək istəyirsinizsə edamameni məsləhət görürəm. Üzərində də acılı sos var idi, dadını bəyəndik. Dediyim menyudan hər kateqoriyadan sifariş edirik, noodle da sınayaq. Olduqca doyumlu idi, içində asminoqlar belə var idi. Məkan kiçik idi, şirindir, amma çox qəşəng interyeri var, Yaponiya vibe verir. Düz mərkəzdə Köhnə Fəvvarələr meydanında Azerselin yaxınlığında yerləşir. Aşağıda səhifələrini qeyd edəcəm.